Rusiya sərhədində elektron cihazların yoxlanılması qaydaları yenilənib. Bu, rəsmi məlumatlara əsaslanan faktlardır. 2025-ci ildə qəbul edilmiş qanun dəyişikliklərinə əsasən, Rusiya Dövlət Sərhəd Xidməti FSB-nin tərkibində ölkəyə daxil olan və ya ölkəni tərk edən şəxslərin elektron cihazlarını yoxlamaq hüququna malikdir. Bu qaydalar artıq qüvvədədir. Əsas məlumatlar: yoxlanılışa mobil telefonlar, planşetlər, notebooklar və digər rəqəmsal daşıyıcılar daxildir. Sərhəd əməkdaşları cihazı təqdim etməyi və vizual yoxlama aparmağı tələb edə bilərlər. Bu prosedur dövlət təhlükəsizliyini, sərhəd rejiminin qorunmasını və qanunsuz fəaliyyətlərin qarşısının alınmasını təmin etmək məqsədi daşıyır. İmtina halında nəticələr: Rusiya qanunvericiliyinə görə tələbə əməl etməmək inzibati məsuliyyətə səbəb ola bilər. 5000-7000 rubl cərimə və ya 15 sutkaya qədər inzibati həbs. Xarici vətəndaşlar üçün əlavə olaraq giriş qadağası və ya digər tədbirlər tətbiq oluna bilər. Vacib xatırlatma: bir çox ölkədə ABŞ, Böyük Britaniya, Avropa İttifaqı ölkələri və s. sərhəd keçidində elektron cihazların yoxlanışı mövcuddur. Bu, beynəlxalq praktikadır. Məsləhət: səyahət edərkən rəsmi qaydaları nəzərə alın. Həssas məlumatları qorumaq üçün cihazlarınızda minimum şəxsi məlumat saxlamaq, ehtiyat cihaz istifadə etmək və ya bulud xidmətlərindən faydalanmaq olar. Ən aktual məlumat üçün Rusiya səfirliyi və ya rəsmi dövlət qurumlarının saytlarına müraciət edin. Bu video yalnız məlumat məqsədi daşıyır və rəsmi mənbələrə, FSB regional idarələri və qanunvericilik dəyişikliklərinə əsaslanır. Səyahət planlarınız varsa, həmişə rəsmi kanallardan yoxlayın.